Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, ləzzətli, asanlıqla hazırlaya biləcəyiniz Bakı küftəsi hazırlayacağım. Bunun üçün mən 5 parça sümüklü dana əti götürmüşəm. Üzərinə su əlavə edirəm. Qoyuram qazın orta xodunda qaynasın. Qaynadıqdan sonra üzərinə yığılan kəfi götürürəm. Mütləq götürün ki, kəfi suyuna dağılmasın. 15 dəqiqə belə qaynadıqdan sonra içərisinə duz əlavə edirəm. Bir baş öncədən soyduğum soğanı çərtirəm və ətin içərisinə əlavə edirəm. Üzərindən də öncədən bişirdiyim noxudları əlavə edirəm. Qoyuram əti bişməyə. Burada mən küftə üçün ət götürmüşəm. Yağlı ətdən istifadə edəcəm. Orta yağlı ətdən. Düyünü öncədən yumuşam. Bir baş soğan doğramışam. Duz, istiot ətin içərisinə əlavə edirəm. Öncədən yuduğum düyünü ətin üzərinə əlavə edirəm və doğradığım soğanı ətin üzərinə əlavə edib əti yaxşıca yoğururam. Yaxşı yoğurmaq lazımdır ki, qaynayan suyun içərisinə küftələri əlavə etdikdə küftələr açılmasın. Küftənin ətini yoğurdum, kənara qoydum. Artıq ət bişib, tiki ətləri suyundan ayırıram, başqa bir qabın içərisinə əlavə edirəm. İçərisinə atdığım soğanı çıxarıb atıram. Suyu, yəni ətin bulyonunu başqa bir qazana əlavə edirəm. Qazın üzərinə qoyuram yenidən qaynamağa. Qaynayan suyun içərisinə, yəni ətin bulyonun içərisinə küftələri hazırlayıb əlavə edirəm. Küftənin içərisinə bir ədəd turşu əlavə etmək lazımdır. Turşu ətə gözəl dad verir. Gördüyünüz formada küftələr hazırladım. Qaynayan suyun içərisinə əlavə edirəm. On dəqiqə küftələri bulyonda qaynadıram. Üzərinə yığılan kəfi mütləq qaşıq vasitəsilə yığıram, atıram və öncədən soyduğum kartofları içərisinə əlavə edirəm. Üzərindən azacıq zəfəran əlavə edirəm. Bişirdiyimiz noxudları içərisinə əlavə edirəm. Tiki əti içərisinə əlavə edib üzərinə qapağı bağlayıram və qazın aşağı atəşində qoyuram bişməyə. Artıq yeməyimiz bişib hazırdır. Çox dadlı, ləzzətli Bakı küftəsi hazırladım. Mütləq siz də bu üsulla hazırlayın. Əminəm ki, çox bəyənəcəksiniz. Bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın. Bu formada hazırlayan hər kəsə nuş olsun. Hələlik deyirəm, inşallah gələn videolarda görüşərik.